Salam əzizləyicilər, hər birinizi yeni videomuzda xoş gördük. Uzun müddət ki sizlərə video paylaşa bilmirəm və buna görə də üzrlərimi qəbul edin. Bugün isə video başlıqdan da göründüyü kimi müəllimlərin işə qəbul imtahanı haqqında ümumi məlumat videosu paylaşıram. Artıq MİQ imtahanına az bir müddət qalıbdı. Bilirəm ki çox əzmlə çalışırsınız. Bu yolda sizə zehin açıqlığı arzu edirəm. Video keçməmişdən öncə mən bir elanı sizinlə paylaşmaq istəyirəm. Səhifəmdə də videoları var, göz ata bilərsiniz ki, siz inşallah imtahandan yaxşı nəticə yığdıqdan sonra vakansiya seçim mərhələsi ən vacib məsələ, belə deyək, bəlkə də bir ömür boyu işləyəcəyimiz iş yerimizi seçmək. Vakansiya mərhələsi gəlir. Həmin vakansiya mərhələsində mən vakansiya seçimləri edirəm. Səhifəmdə də görə bilərsiniz ki, orada etdiyim seçimləri paylaşıram. Qısaca bir nümunə gətirə bilərəm ki, keçən il 72 balla Bakı şəhərinə daimi Azərbaycan dili ədəbiyyat müəllimi, yəni filoloq yerləşdirdim. Səhifəmdə həmin videonun altında çox adam yazıb. Necə olur? Mən 76 bal yığmışam, bəziləri 78 yığan var, 74 yığan var ki, onlar belə deyək, hətta 80 yığanlar da var ki, düzgün vakansiya seçimi etmədikləri üçün çox təəssüflər olsun ki, işə qəbul ola bilmədilər və yenidən bu marafona qoşuldular, yenidən imtahana getməlidirlər. Ona görə də vakansiya seçimi çox vacib ikinci addımdır. Birinci addım əlbəttə imtahanda yığdığımız baldır. İkinci addım isə düzgün vakansiya seçimi etməkdir. Bu seçimi mənə etibar eləyə bilərsiniz. İnşallah siz balları yığdıqdan sonra mənimlə əlaqə saxlaya bilərsiniz. Mən də sizə ən düzgün seçimi etməkdə köməklik göstərəcəm. Və istəsəniz həmin seçimlərimə, digər vakansiya seçimi videolarımda baxa bilərsiniz. Nəticələri orada görə bilərsiniz. O nəticələr hələ sadəcə bir qismdir. Yəni ki, tez bazar çəkib atdığım bir qismdir. İndi isə keçək MİQ haqqında ümumi məlumata. MİQ imtahanı ölkəmizdə uzun müddətli keçirilir və təbii ki, sadədən mürəkkəbə doğru hər il çətinləşir. Çünki elm, texnologiya inkişaf eləyir, cəmiyyət inkişaf eləyir, dünya inkişaf eləyir. Əlbəttə ki, bütün dünya inkişafdadırsa, imtahan da inkişafda olmalıdır. Əvvəlki kimi sadə və asan olmayacaq. Yeni suallar, yeni tərtibdə suallar, çətin suallar, məntiqi suallar, mətn sualları və getdikcə çətinləşən versiyada əlbəttə imtahana qarşımıza gələcək. Və buna hazırlaşırıq biz. Yəqin ki, hazırlaşırsınız hər biriniz. Dediyim kimi, hər birinizə bu yolda zehin açıqlığı arzu edirəm. Ümid edirəm ki, bu marafonda siz də qalib gələcəksiniz. İmtahan 150 dəqiqə ərzində keçirilir. İmtahan müddəti, vaxtı, yeri sizin şəxsi səhifənizə göndərilir və siz əlbəttə həmin gün imtahana böyük bir həvəslə deyərdim mən, qorxu ilə yox, həvəslə imtahana gedirsiniz və imtahanda sizi 150 dəqiqə vaxt verilir sizə və qarşınızda 60 sual sizi gözləyir. İmtahan kompüterlə təşkil olunur, yəqin ki, bilirsiniz, bilməyənlər üçün də deyirəm. Kompüterlə təşkil olunur. 60 sualdır, 40 sual ixtisasdan, 20 sual isə kurikulum və metodikadan olur. 40 sual, yəni ixtisasdan 1 sual 2 bal verir. 40-ını da düz yazsanız 80 bal ixtisasdan əldə etmiş olursunuz. Kurikulumda isə 1 sual 1 bal verir. Yəni 20 sualın hamısını düz yazsanız 20 bal da buradan alırsınız. Toplamda 100 ballıq sistemdir. 100 bal toplaya bilərsiniz. Və onu da qeyd edeyim ki, əvvəllər imtahanda səhvlər düzü aparmırdı. Amma bilirsiniz də, artıq məlumunuzdur ki, son illərdə səhv düzü aparır. İxtisasdan 2 səhv, 1 düzü aparır. Kurikulumdan isə səhv etməmsə 4 səhv, 1 düzü aparmalıdır. Ona görə də imtahanda iştirak edərkən dəqiq əmin olduqlarınız və bildiklərinizi yazmaq tövsiyə olunur. Çünki əgər səhv yazsaz, 2 səhv, yəni elə də belə deyim, çox deyil ki, deyim ki, 4 səhvdir, eləyin, eybi yoxdur, 4 dənə səhvdir də, 1 düzü aparacaq, yox. 2 səhv 1 düzü apardığı üçün çox ehtiyatlı olmaq lazımdır. Bilmədiyinizi, əmin olmadığınızı, belə deyim, heç bilmədiyinizi ümumiyyətlə təbii ki, yazmırsınız. Arsa 80% arada qalmışsınızsa, onda hər hansı bir cavab ata bilərsiniz, amma mümkün qədər sadəcə %100 əmin olduqlarınızı, dəqiq bildiklərinizi yazın ki, səhvlər də düzü aparmasın. Əziyyət çəkirsiniz, bilirəm, illərdir bu imtahanı verənlər var, 4 il, 5-ci ili, hətta 7-ci ildir ki, artıq bu imtahanı hər il dayanmadan imtahana hazırlaşır, verir və sonda heç bir nəticə əldə edə bilməyən müəllimlərimiz var. Əlbəttə əziyyət çəkirsiniz, çünki hər kəs istəyər ki, universitet oxuyub işləmək bizim haqqımızdır, ehtiyacımızdır eyni zamanda. Bəzilərimiz çox sevirik müəllim olmağı,
əlbəttə ki, işləmək istəyirik. Ona görə də bu yolda çox əziyyət çəkirsiniz. Hər birinizin əziyyətini başa düşürəm, amma çox rica eləyirəm ki, həvəsdən düşməyin. Böyük həvəs və motivasiya ilə imtahana hazırlaşın. Filoloqlar onun üçün onu deyə bilərəm ki, filoloqlar üçün ədəbiyyatdan 15 sual düşür. Azərbaycan dilindən isə deməli 12 sual qrammatikadır. Yerdə qalan suallar isə mətn suallarıdır. Mətnlər biraz çətinləşmiş versiyada və daha çox belə deyək, yəni əməli yazı nümunələrinə uyğun suallar olur. Hansısa qanunlardan ola bilər və s. əməli yazı nümunələrinin tapılması ola bilər. Uzun mətnlər ola bilər ki, bəzən kompüteri dəfələrlə ekranı o tərəfə çevirməli oluruq. Amma buna baxmayaraq biz bu yolda çox əziyyət çəkirik. Yəni sizin adınızdan da danışıram. Çox əziyyət çəkirsiniz və ümid edirəm ki, yaxşı bal yığacaqsınız. Mən əvvəlki bir videomda çox izlənilibdi. Neçə mindir? 70-80 mindir də o videom MİQ haqqında ümumi məlumat. Sadəcə köhnə versiyada 60 suallıq, 60 ballıq sistemi idi o. Onu nə qədər izləyənlər var. Orada motivasiyalar vermişəm, nə qədər müəllim o motivasiyadan enerji alıb mənə yazır ki, bir dənə videonuza baxıram, bir ay mənə motivasiya verir. Təzədən bir aydan sonra bir də baxıram, təzədən motivasiya əldə edirəm. Düşünürəm ki, bu barədə həqiqətən də uğurluyam, başqalarına tövsiyə verməkdə və yanında olmaqda əlbəttə yanınızdayam. Çətin bir yoldur, amma niyə də çətin, çox da çətin olmamalıdır. Düşünürəm ki, birinci növbədə nəyə diqqət eləməlisiniz? Oxuduqlarınıza. Ədəbiyyatı səhvsiz yazmağa çalışın. Əsərləri təkrar oxuyun. Ümumiyyətlə fərqi yoxdur, hər hansı ixtisasdan olursunuzsa, gecə mütləq yuxunuz gəldi, yatın. Yəni yuxun gəldi, məsələn gün ortada dərs oxursan və yuxun gəlir. Özünü məcbur eləyib zorla oxumağa çalışma qətiyyən. Əgər beyində yuxun gəlirsə, demək ki, sənin ehtiyacın var ona. Bunu bədənin hiss edir və yuxusu gəlir. Ona görə həmin müddətdə başınızı atın, yatın, sonra durub yenə oxuyarsınız. Gecə yuxusuna fikir verin. Gecə səhərə qədər oxuyanların mən elə də çox bal yığdığını görmədim. Şəxsən mən tanıdıqlarımı deyirəm, başqaları ola bilər. Mən sizi yolunuzdan azdırmaq istəmirəm, amma yuxu çox vacibdir. İmtahana ayıq başla, enerjili getmək çox vacibdir imtahanda. Mən bilirəm, siz hər biriniz orada yazılan sualları gəlib evdə işləsiniz, hamısını bəlkə də bilirsiniz. Bəlkə də 80-90 bal yığacaq, 100 bal yığacaq səviyyədə bilirsiniz, amma əlbəttə imtahanın həyəcanı, stres, yorğunluq, uzun müddət çəkdiyiniz əziyyət, illərdir imtahan verirsiniz, ay Allah bu il mütləq girməliyəm düşüncəsi ilə imtahana qoşulursunuz və bəzən uğursuz olursunuz. Ümid edirəm ki, bu il son qoşulacağınız imtahan olsun bu. Hər biriniz çox istədiyiniz nəticəni yığasınız. Mən bir videomda da qeyd etmişdim. Hədəfinizi və məqsədinizi düzgün şəkildə seçin. 70 bal yığsam bəsimdir deyirsinizsə, yəni yığa bilməyəcəksiniz. Çox təəssüf, heç 60 da yığa bilməyəcəksiniz. Çünki sizin niyyətiniz zəifdir. Çalışın ki, hədəfinizi yüksək tutun. Deyin ki, mən 100 yığmağa gedirəm. Niyə görə də mən 99, 100, 90 plus yığıb şəklim lövhələrdə asılmasın? Nəyə görə mənə orada çiçək verilməsin? Hə? Yəni bu məqsədlə gedin də, birinci olmaq məqsədi ilə gedin. İnanın ki, 100 yığmasanız da 85 plus yığacaqsınız, buna əmin olun. Bir müdavimim deməyək, mən hazırlaşdırmırdım. Sadəcə videolarıma baxaraq belə deyək, oradan faydalanan bir müəllimə o niyyətlə keçən il dedi ki, mən 100 yığacam, çiçək verəcəklər mənə belə elə və axırda getdi 85 bal yığdı. Ona görə də deyirəm ki, 85 plus ən az yığacaqsınız. Yüksək motivasiya ilə, yüksək enerji ilə gedin. Çətin yoldur, əziyyətli yoldur. Həm maddi cəhətdən ehtiyacımız var bu işə, həm sevirik bu işi, işləmək istəyirik. İş insanın cövhəridir. Biz nə üçün işləməyək ki? Əlbəttə hazırlaşırsınız. Yaxşı müəllimlərlə də hazırlaşırsınız, bilirəm. Hər biriniz bəzilərini evdə hazırlaşır, evdə oxuyur. Onlar üçün də YouTube-da gözəl dərslər var. Mən elə də çox paylaşmamışam dərs videoları, amma bəzi videolar məndə də var. Və əziyyət çəkirsiniz, əlbəttə bəhrəsini görməkdə haqqınızdır. Videonu çox uzatmaq istəmirəm, yanınızdayam, dəstəkçinizəm. İmtahandan sonra, imtahandan əvvəl də motivasiya videoları paylaşacağam. İmtahanda necə eləyək, uğur qazanaq və s. kimi motivasiya videoları paylaşacağam. Eyni zamanda yaxşı bal yığdıqdan sonra sizi gözləyirəm vakansiya seçim mərhələsində. Çox vacib bir mərhələdir vakansiya seçim mərhələsi həqiqətən də. Bal yığmaq və yüksək balla çöldə qalmaq bundan
bundan daha dəhşətli, stresli bir şey yoxdur. Çünki əziyyət çəkirsən və bir səhvə görə, düzgün seçim etməməyə görə çöldə qalırsan. Ona görə vakansiya seçimində də yanınızda olacağam və inşallah bu il müsahibə mərhələsində də yanınızda olacağam. Onsuz da belə videolar paylaşırdım, dəstək olurdum, amma bu dəfə daha yaxından məhz müsahibədə sizin özüm yanınızda olacağam, hazırlaşdıracağam. Ümid edirəm, əziz izləyicilərim, bugünkü videom maraqlı oldu. Məni dinləmək sizə xoş oldu. Hər birinizin imtahana qədər uğurlar arzu edirəm. Başqa videolarda görüşənədək. Hələlik.